sən yetimxanadakına götürüb Emini dədə eləmisənsə, Leylanı ana eləmisənsə, haqqın var da vətəndaş olaraq sual verirəm. Sən belə kişisən, humanistsən, mərhəmətlisən, vicdanlısan, yetimxanaya gedirsən, uşaq evindən, detdomdan uşaq götürmüsən də Əminə Ağalarovanı götürmüsən, himayənə gör nə gözəl təşəbbüsdür. Eminlə, milyarder Emin, bar açan, kazino açan, Azərbaycanı kazinoya çevirən sənin keçmiş kürəkənin və qızın Leyla Eminə həmən uşağa ata-ana adı verib, düzdürmü? Bax, bu sizin humanistliyinizdir. Sən bu qədər humanistsənsə, mənim uşağım dədəsiz, anasız niyə bu vəziyyətdə olmalıdır? Niyə dədəsi Tiflisdə gürov saxlanılır? Sual verirəm da, sən kişisən axı, yetimxanadakılara sahib çıxırsan. Öz qızın adına yazdırmağa cəsarətin çaxmadı. Yap kişinin adına mı yazdırdın? Budur mu sənin kişiliyin? Qoy Azərbaycan xalqı da görsün ki, öz qızına adını verməyən kişi ola bilməz. Yox, illah ki deyirsən mənim qızım deyil, o səndən mehriban işidir, mən qarışmıram, ailə işimizdir. Amma bir onu bilirəm ki, bir ölkə rəhbəri, bir siyasi lider, prezident postunda övladına adını verəcək dərəcədə qorxaq və acizdirsə, mənim uşağımı da yetim qoyar, Azərbaycan xalqının da uşaqlarının qanına girər. 3-4 gün bundan önce Gəncədə Elgün gənc oğlanın qətlə yetirilməsi, öldürülməsi, amansızcasına gözünün çıxarılması, ailəsinə gözdağı verilməsi və cinayətkarların hələ tapılmaması. Sağ olsun kral, yaşasın kral. Bircə İlham Əliyevlə Əlin Ağayevin yeri rahat olsun. Ölkədə Elgünlər çox olacaqdır. Ölkədə siyasi represiyalar çox olacaq, qətllər çox olacaq. Siz hansı qətlin üstünü açmısınız? Hansı qətlin istintaqa aparılıbdır? Hansı qətil cinayətkarlar cəzasını çəkibdir? Niyə? Reallığı danışaq da. Tovuzda qətl hadisəsi baş verdi. Az yaşlı yandırılaraq külə döndü. Siz götürdünüz günahsız bir insana işgəncə verib ağzından güclə ifadə aldınız ki, mən öldürmüşəm, adamın cinayətdən xəbəri yoxdur. İşgəncə altında aldığınız ifadə ilə o insanın həyatını ilkinin məhv elədiniz, 16 il verdiniz. Budur Azərbaycanda ədalət. Əliyev, budur sənin ədalətin. İlham Əliyev, sən buna deyirsən ədalət, bu ədalətdir. Günahsızlar həbsdə yatır, günahkarlar çöldədir. Nəyə görə rejim İlham Əliyev əsil cinayətləri tapmır? Nəyə görə Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokuror Kamran Əliyev əsil cinayətkarları tapmır? Sual yaranır. Nəyə görə? Bu böyük bir sualdır və bunun cavabı odur ki, cinayətin başında duran Əlin Ağayev